Başlayaq Ermənistanın daxilindəki vəziyyətlə bağlı bir qədər müzakirəyə. Bir qədər bundan öncə xəbər verildi ki, Paşinyanın məhz kilsəyə qarşı atdığı addımlarda müxalif qüvvələr də artıq razıdırlar. Hətta onlar da dəstəkləyirlər bunu və ardınca da xəbər də təqdim etdim. Paşinyanın Jığovurdun araşdırması odur ki, Paşinyanın özünün 2 namizədi də var artıq. Bu o deməkdirmi ki, yaxın vaxtlarda erməni mediasının dediyi kimi 2-ci Qaregini Paşinyan hakimiyyətdən uzaqlaşdıracaqmı? Təbii ki, Ermənistan hökuməti məhz çalışır ki, Rusiyanın təsiri olan, xüsusilə Ermənistan cəmiyyətinə təsir edən müəyyən strukturlar var ki, orduda, həmçinin ordunu təmizləyib demək olar ki, Rusiya yönümlərdə. İndi Ermənistan ictimai-siyasi proseslərinə təsir edən əsas gücdür Erməni Apostol Kilsəsi və uzun illərdir ki, Erməni Apostol Kilsəsi və 2-ci Qaragen məhz hakimiyyətlə də əlaqələri gərgindir. Nikol Paşinyan hakimiyyətini qəbul etmir və uzun illərdir ki, Rusiyanın narrativləri ilə demək olar ki, siyasət aparır və Nikol Paşinyan da bunu bilir. Çünki Erməni Apostol Kilsəsi Nikol Paşinyana qarşı bilir ki, etiraz yürüyüşləri də təşkil edib. Bir növ Erməni Apostol Kilsəsi müxalifət roluna çıxış edir, siyasətə qarışır və növbəti hədəfdə də məhz Nikol Paşinyanı seçkilərdə onu zəiflətmək, onu hakimiyyətdən devirməkdir. Bu günlər 2-ci Qaragenin rəhbərlik etdiyi Erməni Apostol Kilsəsinin əsas fəaliyyəti məhz Nikol Paşinyana qarşıdır. Bunlar da Robert Koçaryan və Serj Sarkisyanla revanşist siyasi müxalifətlə birgə koordinasiyalı çalışırlar. Bunu Nikol Paşinyan bilir. Ona görə düşünürəm ki, 2-ci Qaragenə qarşı hökumət daha da sərt addımlar atmasa da, amma çox ciddi şəkildə təzyiqlər olunur. Artıq mətbuatda da müəyyən yeparxiya nümayəndələri, episkoplar Nikol Paşinyanı dəstəkləyən artıq bəyanatlarla çıxış edirlər, yazılı bəyanatlarla. Bunu Nikol Paşinyan da artıq elan etdi. Nikol Paşinyan dini liturgiyada bir neçə dəfə də iştirak edilməz. 2-ci Qaragenin artıq mənəvi haqqı olmadığını Nikol Paşinyan elan edir. O vəzifədə olmamalıdır. Artıq Alen Simonyan da qeyd etdi ki, seçkilərə kimi 2-ci Qaragen vəzifəsindən getməlidir. Mən düşünürəm ki, Nikol Paşinyan 2-ci Qarageni vəzifədən uzaqlaşdıra biləcək. Çünki bu proseslər, namizədlərin seçilməsi və dini mərasimlərin keçirilməsi, yeparxiyaların və katolikosların birgə Nikol Paşinyanı dəstəkləyən bəyanatlar, yazılı bəyanatlar verməsi, 2-ci Qarageni pisləmələri göstərir ki, artıq hakimiyyət 2-ci Qaragenin getməsinə hazırlaşır. Əgər 2-ci Qaragen getməsə, öz postunda qalarsa, təbii ki, onun yaxın çevrəsinə qarşı yeni də həbslər həyata keçiriləcək. Heç məclisin ətrafında düşünürəm ki, etiraz aksiyaları Nikol Paşinyan təşkil edəcək. Çünki 2-ci Qaragen Nikol Paşinyan üçün çox ciddi problemdir. Hətta onun qardaşı, oğlu, qardaşı da həbs olundu və onlar Rusiya KGB-sinə işbirliyində də ittiham olunurlar. Hətta heç məclisində, hərbi hissədə Ermənistan təhlükəsizlik orqanları əməliyyatlar keçirdi, bir neçə zabit həbs olundu. Onlar da görünür 2-ci Qaragenlə əlbirdirlər və seçkilərdə müəyyən silahlı təxribatlar da yarada bilərlər. Və əgər 2-ci Qaragen vəzifədən getməsə, ona qarşı silahlı çevriliş ittihamları da irəli sürülə bilər hakimiyyət tərəfindən və əgər sürülərsə, təbii ki, burada hər hansı bir qeyri-obyektivlikdən də söhbət gedə bilməz. Çünki bu günlər erməni... Buyurun. Vaxtımız az olduğu üçün Məhəmməd bəy, digər başqa istiqamətlərdə var. İstəyirəm onlara da hər birinə toxunaq. Bu arada Ermənistanın daxilindəki vəziyyətdən düzdür danışırıq, ancaq ona da müdaxilə etmək istəyən tərəflər də var bir növ. Həm Rusiyadan söhbət gedir, həm də Avropadan. Avropa İttifaqından çoxlu açıqlamalar gəlir və deyir ki, biz Ermənistanı Avropa İttifaqı üzvlüyünə potensial namizəd kimi nəzərdən keçiririk deyə. Hətta Mirzayanı da göndərəcək dekabrın 1-də, 3-də, bəli, Brüsselə. Amma Rusiya tərəfindən də ötən gün ya da bir neçə gün bundan öncə bir mövqeyini də gördük. Qarabağ mövzusunu açdılar ermənilərlə bağlı məqamda, xüsusilə də Rusiya sözcüləri. Niyə buna daha çox fokuslanılır? Avropa İttifaqının aktivliyini mi gördülər? Təbii ki, Avropa İttifaqının əsas siyasəti Ermənistanı məhz
öz orbitinə çəkmək, Rusiyadan ayırmaqdır. Bu günlərdə Nikol Paşinyan da əsas prioriteti ondan ibarətdir və Avropa İttifaqının siyasi dəstəyini alsın və bu proseslər də məhz Azərbaycanla yekun sülh müqaviləsi baş tutduqdan sonra Avropa İttifaqı və Ermənistan arasında münasibətlər daha da sıx inkişaf edəcək. Amma tezliklə Ermənistan Avropa İttifaqına üzv olması da gözlənilir. Amma bu siyasət aparılır, Ermənistan Rusiya orbitindən uzaqlaşdırsın və Cənubi Qafqazda Rusiyanın geosiyasi mövqeyinə zərbə vursun. Amma Rusiyanın təbii ki, indi Ermənistana öz emissarlarını göndərməsi, Qarabağ məsələsini gündəmə gətirməsi bu Rusiyanın öz əleyhinə işidir və Ermənistan cəmiyyətində, əhalisində də artıq Rusiyaya da etimad zəifləyir ki, çünki Qarabağ məsələsinin gündəmə gəlməsi Ermənistan əhalisində yenidən müharibə xofu yaradır. Bu bir növ Nikol Paşinyan da əlinə deyil bu məsələ. Düşünürəm ki, Rusiya yenə də burada taktik və strateji səhvlərə yol verir və Cənubi Qafqazda bir daha öz etimadını zəiflər. Rusiyanın bu siyasəti Nikol Paşinyana təzyiq etməkdir və Robert Koçaryan, Serj Sarkisyan'a dəstək vermək siyasətin tərkib hissəsidir Qarabağ məsələsi. Amma Rusiya bu məsələdə də uduzacaq. Proses Nikol Paşinyan və Avropa İttifaqının lehinə dəyişəcək. Məmməd bəy, proses bu istiqamətdə gedəcək. Bəli, dəqiqə yarımlıq vaxtımız qalıb. Düzdür, Rusiyanın təsirindən danışırıqsa, KMT məsələsi də gündəmdədir. Düzdür, Paşinyan de facto deyir, de jure hələ ki qalır qalmağına. Deyilənə görə Azərbaycanla sülh müqaviləsi imzalanana qədər KMT-dən çıxmayacaq. Həmin ərəfədə də Rusiyadan bir növ təzyiq gələ bilər. Siz də düşünürsünüzmü? Yəni belə bir addıma gedər, ona görə mi saxlayır bu məsələni? Təbii ki, Ermənistan tərəfi de facto KMT-də fəaliyyətini dayandırıb, hərbi təlimlərdə və onun toplantılarında iştirak etmir və onu müəyyən məsələlərdən pərdələyir. Amma konkret ondan ibarətdir ki, Nikol Paşinyanın əsas inteqrasiyası Rusiya orbitinə uzaqlaşmalıdır. KMT-də təbii ki, Azərbaycanla yekun sülh müqaviləsi bağlandıqdan sonra qalacaq. Amma Rusiyanın təzyiqlərinə gəldiksə, bu təzyiqlər onsuz baş verir. Ermənistana emissarlar göndərir və milyarder Karapetyanı göndərmişdi. Orada hakimiyyət dəyişdi, erməni opozisiyasına dəstək verir, siyasi müxalifətə dəstək verir ki, hakimiyyət çevrilsin. Amma əlində bir kozur var ki, o da Ermənistanda hərbi çevrilişə əl atsın. Bu da Ermənistan cəmiyyətində qəbul olunmayacaq. Amma düşünürəm ki, artıq Rusiya Ermənistan barədə qatarın getdiyini artıq bilir və yaxşı bilirlər ki, Ermənistan KMT-dən də çıxacaq. Təzyiqlər bu ola bilər ki, Ermənistana enerji daşıyıcılarının qiymətini qaldırsın, Ermənistandan yüklərin Rusiya tranzitinə məhdudiyyətlər qoysun, müəyyən kənd təsərrüfatı Avrasiya İqtisadi Birliyi çərçivəsində Ermənistana müəyyən iqtisadi sanksiyalar tətbiq etsin. Rusiyanın təzyiqi yalnız bundan ola bilər və bu da düşünürəm ki, nəticə verməyəcək, çünki artıq Azərbaycan Ermənistana müəyyən tranzit məhdudiyyətləri aradan götürür, prosesdə müəyyən pozitivlik var və bu da Ermənistanın bir müddətdən sonra iqtisadi blokadadan çıxmasını da gətirib çıxaracaq. Bu uculan tərəf Rusiyadır, çünki təxribatlarla məşğul olur. Təşəkkür edirəm Məmməd bəy. Minnətdaram. Məmməd Əsədulazadə canlı bağlantıda idi.